Salam dostlar, hər vaxtınız xeyir olsun. Deməli, koloniya bizim güclü koloniyalarımızdan biridir. Bundan digər koloniyalar kömək vermişdik. Amma təəssüf ki, bu arada BC meyilləndi. Nə etdimsə, nə etdimsə bu il ən təriflədiyim, ən sevdiyim, baxmasın sonra arılarım hamısı BC meyilləndi. Keçən həftə biri BC çıxdı. Təəssüf olsun ki, tuttum tutmağını, amma mən gözləmirdim. Bütün üsküyləri dağıtmışdım. 8 qapalı çərçivə götürmüşdüm, vermişdim bu 2025-ci ilin anasına. Amma xeyir olmadı. Yenə də arı çıxdı BC. Buraya 2 qram formik asit alıştırmalı tutmuşam. Qarlarım artıq. Hatta köntü falan da olmadı. Bilmirəm niyə görə. İndi mən etmək istədiyim şey nədir? BC üçün çox variant yoxladım, nə bilim, böldüm, parçaladım. Qapalı çərçivələri götürdüm. Belə baxdım ki, olmur. İndi keçən günlərdə Cənub bölgəsində çox hörmətli bir arısımız var, Teymur əmi. Sevə-sevə izləyirəm onun videolarını, ondan çox şey öyrənirəm. Onun bir videosu rast gəldi. Deməli, neyinir Teymur əmi? Anar üskü olan və bir neçə çərçivə bir yeşiyə qoyur. Təzə yeşiyi qoyur köhnə yeşiyin yerinə. Ana arıza qarışıq bütün koloniya köçürülür başqa yerə. Bütün tarlaçılar qayıdıb gəlir bura. Burada yeni ana arı doğulur və ya da bura bir təzə anarı verirsən. Və bu yolla BC-dən yayındığın artıq arı BC getmir. İndi eyni şeyi yoxlamaq istəyirəm. Bilmirəm nə dərəcə doğru eləyəcəm, nə dərəcə səhv eləyəcəm. İndi burada arının vəziyyətinə baxacağım. Arı çox güclüdür. Hal-hazırda 18 çərçivələrdə, axırıncı pətəklərdə demək olar bir həftə qabaq hördülər. Yəni indi hördən deyil. Çünki arı BC idəndə hörmür. İnkişafdan dayanır. Anarının da ölçüləri kiçilik. Mən dünən bütün üsküyləri pozmuşam burada. Bütün üsküyləri pozmağımın səbəbi odur ki, bu koloniyaya başqa koloniyadan artıq çıxmaq üzrə olan yumurta verəcəm. Şimdi mən bura bir neçə süfrəli və qapalı çərçivə verəcəm. Və arını 2 mərtəbəsini birlikdə götürüb aparacağım başqa yerə. İlk öncə arını tapım ki, ana arını qoymayayım qalsın. Mən digər videolarda, digər koloniyalarda olan ana arıları göstərdim. Bu ilin anası vardı, keçən ilin anası vardı. Onların ölçülərini göstərdim nə boydaydı. İndi bunun anasını tapıb ölçüləri göstərməyə çalışacağım. Burada kifayət qədər yəni süfrə var. Açıq süfrə var. Bir həddindən artıq çox arılar BC meyilləndi. Qışdan güclü çıxan arılar da düzdür hamısı BC meyillənir. Yəni zəif çıxan 4 çərçivə ilə 5 çərçivə ilə çıxan arı BC meyillənmədi. 8 çərçivə, 9 çərçivə, 10 çərçivə çıxanlar hamısı BC meyilləndilər. Əslində mən təbii beçəni çox sevirəm. Yəni vaxtında, zamanında olan təbii beçəni. Artıq bura üsküylər qoymağa başlayıblar yenidən. Mən dağıtmışam, bilməm yenidən qoydular. Xeyri yoxdur. Dağıdacaqsınız. Axırda keçən səfər məndə olan kimi heç ana doğulmamış, üsküyün heç ağzı bağlanmamış arı çıxdı BC. Yəni sanki 2 bezmə deyirsən. Nə qədər dağıdırsan da xeyri yoxdur. Keçən gün anaları da hamısı sənin bir dənə 3-cü ilində olan anaları var, onu da dünən mərtəbəyə qaldırmışam. Üsküylər var. Orada keçsəndən sonra dağlar, hamısı səmarını tapın. Ben videonu dayandırıp adam tapın sonra tezden alacağım. Anarını tapdık. Bakın anarı burada yavaş yavaş çitilir. Yavaş yavaş çitilir. Yani bir neçə gündən sonra anarı bundan da çitiş alacaq və uçmağa hazır olacaq. Beçim yerindədir. Şimdi ben ne yapacağım? Ama bunu asıl kolonuyla birlikte köçüreceğim. Bu kolonyaya buradan 2-3 kapalı çərçivə verib bu koloniyanı, bu yeşiyi yerinə qoyacağım. Daha sonra bu yeşiyi köçürəcəm başqa yerə. Sonra bunlara üsküyü verəcəm. Bacardığım qədər kökmək qaralmış pətəkləri verəcəm ki, onsuz da burada pətəklərin çoxu tam pətəkdir və ya da bu cür əvvəldən qabarmış alt pətəklərdir. Yəni onlarda heç şey olmuyor. Yumurta fəaliyyəti olmuyor, ancaq balı olur. Bu da lazımdır çiçək o zaman.
çok bölmeye çalışmayacağım. Çünkü bu kolonyalar 15 gün sonra artık bala işleyecek. Yumurtanın içerisindedir. Şöyle bırakılır. Bir de defter getirip təzə çıxmaq üzrə olan içi çörəcəm. Mesela bu kolonyanın indi boşluqlarını dolduraq. Götürək para. Təzə geliyor. Süper içerisinde. Başlık kenarı da hafif koyacağım. Başlık hiç. Mesela bunu götürüp buraya da koyalım. Bunun tarlası var, hamısı qayıdıb gələcək bura. Artıq gəlməyə başladılar. Yeşik yerini dəyişdik, artıq oradakı arılar başlayacaq gəlməyə. Nasıl?